Elşən bəy, salam, aleyküm salam. İslamda salavat əhkam olduğu kimin xaçpərəstlikdə xaç əhkam sayılırmı? Bəli, xaçpərəstlikdə xaç əhkam sayılır. Bu, Həzrəti Məryəmin hamiləliyi və Həzrəti İsa Peyğəmbərin dünyaya gəlməsi ilə əlaqəlidir. Mən bu barədə ətraflı danışmaq istəmirəm ki, bu vaxt aparacaq, amma əsasən onu deyim ki, Məryəm bir gündə 9 aylıq hamilə oldu. Yəni, bakirə bir qız bir gündə 9 aylıq hamilə oldu. Bunu görən cəmaət yığıldılar və elə bildilər ki, Məryəm pis yola düşüb və Məryəmə dedilər, sən kiminlə bunu eləmirsən? Məryəm ağladı, dedi, mənə bəni Adəm əli toxunmayıb və Həzrəti Məryəmi şəhərdən çıxartdılar. Şəhərdən çıxartdılar, dedilər ki, sənə biz bu cəmiyyətdə, bu tayfanın içərisində yaşamağa yer yoxdur. Gətirdilər, bir dənə səhralıqda bir quru bir ağacın altında qoydular. Dedilər, sənə 3 gün vaxt veririk. 3 gündən sonra biz gələcək. Sən gərək bizə deyəsən, kiminlə bu işi görmüsən? Əgər deməsən, səni də və uşağı da, bətnində olan uşağı da öldürəcək. Çıxıb gedirlər, Məryəm ağlayır və onun sancıları tutur, Cəbrayıl mələklər nazil olurlar. Həzrəti İsa Peyğəmbər dünyaya gəlir. Həmən yerdə, indiki Beyt-ül-Ləhim deyilən yerdə, orada məscid tikilib indi. Məryəmə deyilir, qorxma, Allah səni tənha qoymaz. O quru ağac yaşıllanır və xurma gətirir, xurma ağacı idi o ağac. Cəbrayıl buyurur, o ağacın xurmasından ye. Uşaq qidalansın. 3 günlük susmaq orucu ol, danışma. Gəlib onlar səndən soruşanda ki, bu uşağı hardan qazanmısan, sən danışma, uşaq özü cavab verəcək. 3 gün keçir, cəmaət gəlirlər. Məryəmin əmisinin saqqalından tutub sürüyə-sürüyə ətirirlər. Deyirlər, bizə cavab ver. Bu işi kimdən görmüsən, bu uşağın, körpənin atası kimdir? Hardan qazanmısan? Məryəm danışmır. Məryəm işarə